Diqqətlə qulaq asıb, yaxşı düşünsəniz siz, hər məsələyə cavab tapa biləcəksiniz. 3 quş qondu budağa. Oldu budaqda 5 quş. Bəs əvvəlcə budaqda deyin neçəsi varmış? İndi isə gəlin birlikdə sayaq. 1 alma, 2 alma, 3 alma, 4 alma, 5 alma, 6 alma, 7 alma, 8 alma, 9 alma, 10 alma. İndi isə gəlin 10 almanı cüt-cüt sayaq. Görək neçə cüt olacaq. 1 cüt, 2 cüt, 3 cüt, 4 cüt, 5 cüt. Demək 10 almanı cüt-cüt paylasaq 5 adama çatar. İndi isə bir məsələ, diqqətli olun. 6 almanı ana payladı qızlarına. Bir cüt düşdü hər qıza. Deyin görək uşaqlar, neçə bacıdırlar onlar?